Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri Mərdəkanın ən gözəl, sevilən ərazilərindən salamlayıram. Qızılqum ərazisi, Qızılqum bağları, Dalğa Beach, Dalğa Arenanın qarşısı. Mərkəzi yoldan Buzovna, Mərdəkan yolundan 600 metrlik məsafədə düppədüz asfalt, bir dənə sağ-sol eləyirsən. Birbaşa gəlib çıxırsan bu evin üstünə. Darvaza avtomatik olaraq putla, qollarla təchiz olunub. Yerləşmə yeri çox gözəldir. Evin özü, evin özəlliyi çoxdur. Çox danışıb sizin başınızı yormayacağım. Çünki mən gəzdikcə, mən sizlərə bu evi təqdim elədikcə siz görəcəksiniz. Evin həyətində olan işıqlandırma, evin dam örtüyü hamısı çerepitsadır. Adamanta şifrlərlə vurulub, monolit betonla inşa olunub. Ev ümumi olaraq yaşayış sahəsi 280 kvadratdır, 5 otaqlıdır. Bütün əşyalarıyla birlikdə satışa çıxıb 7,5 sotun içərisində. Maşallah, hovuz 12 metrədir, yoxsa 12 metrədən çoxdur, isti hovuzdur. Qışda da, yayda da isitmək olur. İsitmə sistemi. Avtomatik olaraq darvazadan içəri keçən kimi sol tərəfdə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı yerləşir. Bir-bir içəri getdikcə məlumatları verəcəm. Bunun üstü inşallah bağlanacaq, arxa hissə jalüz olacaq. Burada gələcəkdə maşın saxlamaq üçün, qaraj kimi istifadə eləmək üçün nəzərdə tutulacaq. Üstü bağlanacaq. O ev sahibinin necə deyərlər, fikrindədir, özü eləyəcək. Evin həyətinə düz axıra qədər hər yerə drenaj sistemləri çəkilib, axan sular, hamısı çirkab sular və yaxud da yağış suları, hamısı şambol sisteminə axsın, getsin. Əziz izləyicilərimiz, bu ev o qədər gözəldir ki, o qədər qəşəngdir ki, bu evin təmirində pəncərələr hamısı alüminium, qalın alüminium pəncərələrdən istifadə olunub təmir vaxtı. Bir də ki, pəncərələrin çoxsu, həmişə mən uşaq olardım, bəlkə də bilənlər bilir, Santa Barbara. Yəni, Santa Barbara kinosunda olan pəncərələrdən də hamısının baş tərəfi yumrudur, yəni avalinə gedir. Deyirəm, qapıdan keçən kimi bir-bir təqdim eləmək istəyirəm, ona görə sırayla. Baxın, yataq otağıdır, birbaşa həyətə baxır. Amma bundan əlavə olaraq birinci sizlərə buranı təqdim edeyim. Bu evin bütöv olaraq texniki otağıdır, boiler sistemidir. Bütün sistemlər burada yığılıb. Yaşıllığı zaten görünür maşallah. Hovuzun motorxanası, hovuzun su ambarı mənim ayağımın altında və bunun üstündə 2 dənə şezlong qoyulub. Hansı ki, gün şüası qəbul eləmək üçün. Bir yataq otağı həyətə, ikinci yataq otağı həyətə, üçüncü yataq otağı hovuza. Demək olar ki, bütün yataq otaqları hamısı həyətə və hovuza baxır yaşıllıq hissəsinə. Çox gözəl bir dizayndır, çox gözəl bir proyektdir. Bugün sizlərə bunu sevə-sevə bu gecə təqdim eləməyə gəlmişəm. Qiyməti isə bugünkü gündə 885.000 manatdır. Başlanğıc qiymətli endirim olunacaq. Torpağın da evində kupçası var. Həyətin qazı, suyu, işığı, interneti, bütün hər tərəfdən kameraları çəkilib, hazırdır, daimidir. Keçirik söhbətgaha. Söhbətgah. Yan hissə cam balkonda açılır. Ön hissələr hamısı cam balkon açılır. Bir də o hissə, orada da yan hissə açılır hamısı. Söhbətgahımız döşəməsi isti döşəmə ilə təmir olunub. Televizor qoyulub. Bu söhbətgahın özünün kombisi, isitmə sistemi hamısı buradadır. Söhbətgahın daxilində soyuducu, qaz sobası, havalandırması, paltar yuyan, üzr istəyirəm, qab yuyan maşını, su hövzəsi. Qab yuyan maşın, soyuducu həm burada var, həm də evin daxilində var. Görəcəksiniz. Bir də ki, orada televizor hazırdır. Televizor da asılıb. Buradan keçək. Ön hissədə də stul qoyulub. Burada oturub dincəlmək üçün yerlənəcək.
Həyətdə manqal inşa olmayıb, amma burada barbekü aparatı alınıb qoyulub, istənilən yerə hara istəsə aparıb qoyub kabab pişirmək mümkündür. Drenaj sistemlərini dediyim, bütün ev, həyət, metlaqın altı hamısı beton salınıb, çox keyfiyyətli və gözəl bir təmir işi gedib burada. Qeyri-adi bir villadır, qeyri-adi bir bağdır. Mən inanıram ki, mənim kanalımdan, məni izləyən dostlarımdan kimlərsə bu bağı bəyənəcəklər, kimlərəsə bu bağ hansısa müştərimizə qismət olacaq Allahın köməyi ilə. Hovuz qeyri-adi, evin tam demək olar ki, mərkəzində, Santa Barbara orada pəncərələridir, evin arxasıdır, içərdən göstərəcəm sizə. İsitmə sistemi ilə təchiz olunub hovuz, düz oradan evin tam mərkəzindən gəlir, buradan aşır. Həm filtrli, həm də aşma hovuzdur. Dəyərli izləyicilər, bu hissə mətbəxdir. Evin daxilinə keçəndə göstərəcəm, görəcəyik. Mətbəx, qonaq otağı, yataq otağı bir dənə buradadır, ümumi sanitar qovşağı, 3 dənə yataq otağı da orada yerləşir. Oraya isə kiçik bir dəhlizdir, hansı ki keçiddir. Bu hissədən o hissəyə, yataq otaqlarına keçid kimi dəhlizi var. İndi isə keçirik evin daxilinə, sizlərə evin içərisini göstərim. Evin içərisi superdir. Kondisionerlər, əşyalar, hər bir şeylər var. Buyurun. Evin giriş qapısı çox hündürdür, dəmir seyf qapıdır. Allah hər kim alacaqsa xeyirli eləsin. Bayaqdan ona baxıram, əvvəldən gəzmişdim. Hovuzun tam mərkəzində hər yerdən qapı var. Zəvə açdın, özü buraxdın suya. Qaça-qaça oradan açdın, özü buraxdın suya. Həm qışda da, həm də yayda da istifadə eləmək olar. Gedək birinci, bu tərəfdən. Bütün otaqları təqdim eləyək. Oradan başlayaq, gələk bura, gedək. Gedək dəhlizlə, gözəl bir dəhliz. Hətta arxa hissədə pəncərələr belədir. Orada yaşıllıq salınıb divarda, süni yaşıllıqdır. Çox da gözəl görünür. Pəncərələr buradan hovuza baxan pəncərələr. Evin daxilində döşəmələr, tavanlarda Wi-Fi aparatları hamısı qoyulub. Nə istifadə eləmək üçün? Bugünkü gündə hər bir şey var evdə. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bu birinci yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. Buradan da balaca bir pəncərə var, qaçmaq olar. Evin arxasında keçid var. Televizor, yataq dəsti, yataq otağından birbaşa həyətə görüntü və pəncərə. Hansı ki cislidir, hamısı qalın alüminiumdan təmir olunub. Divarın içərisində televizor, yataq dəsti, divarın içərisində dolab və kondisioner. Getdik. Bu birinci yataq otağı. Keçək. İkinci yataq otağı. Divarın içərisində dolab yığılıb, hazırdır. Burada televizor və bu yataq otağından da həyətə görüntü. Bunları bayaq mən yandırmaq istədim, nəsə yandıramədim, yenə eybi yoxdur. Və bu yataq otağında özünün daxilində sanitar qovşağı. Bu ikinci yataq otağı idi. Gözəl qəşəng portretlər. İstanbul, ah İstanbul. Üçüncü yataq otağı. Bu vəbşə ekskluzivdir. Bax. Bir dənə göstərim. Uzanırsan oradan, birbaşa hovuza baxırsan. Uzanırsan buradan. Bu otağın üstündə mən deyim dava düşəcək. Uşaqlar arasında mənə elə gəlir. Buradan bu tərəfə hovuza, kondisioneri, televizori, yataq dəsti, divarın içərisində yığılan dolab. Hətta orada bir dənə də gizlin dolab var. Bax, lap yuxarıda. Kondisionerin yanında. Valla burada mən nə danışım? Burada heç çox danışmağın yeri də yoxdur. Çünki hər şey görünür. Getdin
Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Bir dənə həyətdə idi, 2 dənə o yataq otaqlarında var. Bir dənə bura ümumi sanitar qovşağı elədi 4. Həyətdəki ilə birlikdə 4. 4 dənədir məncə. Bu da 4-cü yataq otağı. Yox, bu yataq otağının da içərisində sanitar qovşağı var. Dəyərli izləyicilər, 5. Yenə də kondisioner, yataq dəsti, divarın içərisində dolab və özünün sanitar qovşağı. Hara? Baxaq arxaya. Bir dənə bu yataq otaqda arxaya baxır. Qalan hamısı önə baxır, yaşıllığa, hovuza. 3 yataq otağının özünün sanitar qovşağı var. 3 yataq otağının. Maşallah, qonaq otağı, geniş qonaq otağıdır. Televizor, kondisioner, divan, kreslo. Bu kreslodan biri də var, gətirəcəklər. İndi ustalar gətirir, mən özüm saxladım, tələsirdim, gedək. Sonra burada stul oturmaq üçün. Bu qonaq otağından da görüntü var. Qonaq otağından yenə həyətə, yaşıllığa və hovuza görüntü. Qonaq otağından sonra keçirik mətbəxə. Mətbəx otağının qapısı 2 dənə, ikisi də açılır. Mətbəx mebeli, hamısı yığılıb. Buradan düz ora qədər. Kondisioner. Sonra qaz sobası 5 gözlü, aspirator hava çəkən. Sonra burada mən demişdim, qavyon maşın həm həyətdə, həm də burada var. Bütün sobalar, 2 gözlü soba, üzr istəyirəm, soyuducu, bütün isti döşəmə. Gəl bura, gəl. Ya Allah, bax, bu nədir? Bu güzlün odadır. Gəl, dəyərli izləyicilər, gəl. Keçirik. Deməli, burada nədir məsələ? Bu gizlin otaqda kamera, mərkəzləşdirilmiş kamera hamısı buradadır. Paltar yuyan maşın, quruducu, dolablar yığılıb hamısı. Bu otağın yarısı isti döşəmə olub, yarısı isti döşəmə deyil. Niyə? Banka balon yığmaq üçün nəzərdə tutulub. Ona ev sahibi dedi, xüsusi olaraq sizlərə bildirirəm. Çünki bilirsiniz, banka balon soyuq yerdə olmalıdır deyənə. Ona görə elə edirlər. Gedək. Buranı göstərmədim mən, hə? Bütün pərdələri çəkib göstərəm Elvin. O mətbəxində pərdəsini çəkim göstərim. Bu ön hissəyə baxan hissə yenə hovuz, həyət. Buradan da ki belə bu tərəfə baxır. Ay, vay, maşallah. Dəyərli izləyicilərimiz, bu təqdimatımızın da sonuna gəldik, çıxdıq. Təqdimatımızı burada bitiririk. Sizlərə inşallah bu evi görmək qismət olsun və kim arzusunda varsa bu evi alsın, yaşasın. Hətta arzu edirəm ki, bundan da gözəli, bundan da bahalısı bizim müştərilərimizə qismət olsun. Çox sağ olun bizi izlədiyi üçün. Bizləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.